Salam, hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Xırdalanda belə bir 3 mərtəbəli həyət evi satışdadır. Evin göründüyü kimi üst görünüşü və qarajdır və qarajdan da evə daxil olursan, evin 2 mətbəxi, 2 hamam otağı, bax belə tam gözəl keyfiyyətlə tikili. Yolu asfaltdır. Göründüyü kimi buradan Əriyyət Ticarət Mərkəzinə də yaxın düşür. 8 nömrəli məktəbə də yaxındır. Bu evin üst görünüşü və evin içərisinə tanış olaq. Bura qaraj istədi. Geniş bir qarajı, göründüyü kimi qarajı, kombi aparatının yeri buradadır. Döşəmələr isti poldur. Belə bir geniş bir qarajı var ki, 2 maşın rahatlıqla bura qaraja yerləşir. Qaraj da hündürdür. Və burada içəri girdikdə, evə daxil olduqda artıq, bax, bura birinci mərtəbə, yəni qarajdan sonra, bax, burada da oturmaq üçün yer, şərait yaradılıbdır. Mətbəx mebellə yığmaq üçün də yer saxlanılıb. Pəncərələr göründüyü kimi şəbəkə sistemində yığılıb. Döşəmə isti poldur. Döşəmə isti poldur. Bax, geniş bir ərazi saxlanılıbdır ki, buradan da rahatlıqla istifadə etmək olar. Və qalxaq artıq yuxarı mərtəbələrə. Mərtəbələr arası monolit betonludur. Burada da 3-cü mərtəbəyə qalxmaq üçün pilləkəni qoyulub. Bax, burada geniş bir mətbəx. Bax, belə bir geniş mətbəx qoyulub. Mətbəx mebelsində yeri hazır vəziyyətdə saxlanılıb. Bura zal otağıdır, geniş bir zal otağı. Gözəl, çox gözəl zövqlə təmir olunubdur. Kondisioner üçün işıq xətti hər bir otaqda çəkilib. Bura bir balkonu, TV üçün də işıq xətti çəkilib. Və burada isə hamam otağıdır ki, metlaq kafelidir. Aksarlar alıcı-satışlarsa razılaşma yolu ilə qoyula bilər. 3-cü mərtəbə. 3-cü mərtəbədə 3 yataq otağı, yəni yaşayışın 2-ci mərtəbəsi. Qarajı nəzərə alsaq 3-cü mərtəbə sayılır. 3 yataq otağı yerləşir. Sənədlər tam qaydasındadır. Notarial qaydada alıq-satqıya gediləcək. Evin də torpağında sənədləri var, çıxarış mülkiyyətdir, fərdi yaşayışdır. Buradan da balkona çıxışı. Bax, görülür ki, ətrafda da hər bir yaşayış evləridir. Döşəmə laminatdır. Mərtəbələr arası monolit betondur, qeyd etdiyim kimi. Burada da 2-ci mərtəbədə bax, belə bir hamam otağı və 2-ci mərtəbə 3-cü yataq otağı. Evin başlanğıc qiyməti 130 min manat deyilir. Real alıcıya endirim olunacaqdır.